Değerli şagirdlər, baxırıq 100-cü sualda trapesiya sualına bizdən x-in qiymətini soruşur. Yenə bu cür tipli suallarda nə edək? Baxın, buradan bir xətti çəkirəm. Bura neçədir? 5. O zaman burada neçə olacaq? 5. Ümumi 10 idi. Onda bura nə qədər qaldı? 5. Bura 12'dir. O zaman burada olacaq 12. İndi meydana gələn düzbucaqlı üçbucağa diqqət etsəniz, yəni bizdən soruşulan buymuş. Baxın, burada yaranan düzbucaqlı üçbucaq 12 katet, 5 katet, hipotenuzu tap. Hipotenuzun kvadratı bərabərdir katetlərin kvadrat cəminə. X kvadrat bərabərdir 144 plus 25, x kvadrat bərabərdir 169. Buradan x'i tapırıq 13, yəni C variantı.